Kanal izləyicilərini salamlayıram. Belə bir Toyota Fielder müraciət edib. Əyləc problemi ilə Sumqayıtda ustaların yanında olub. Belə söküb döküblər, dərdini tapa bilməyiblər. Göndəriblər bizim üstümüzə. Diagnostik edib sizə görsədim problem neydən ibarət. Deməli, ilk növbədə koruyucular yoxlanılacaq. Koruyucular yoxlandı, hamısı qaydasında. İndi biz manuala müvafiq olaraq blokun ayaqlarındakı plus, minus və kan xəttlərini yoxlayacaq. Və budur. Salonu indi yığdıq. Salonu yığmışıq. Bir-iki problemlər qalıb. Bunları aradan qaldıracaq. Deməli, yoxlanıldı bütün provodka. Stoplar da yanmırdı. Stoplar da bərpa elədik. Buradan axıra qədər olan xətti yoxladıq. Problem, belə deyim də, qısası. İştin altında çıxdı. İşte çəkdik. Orada kan xəttində problem var idi. Plusa oturmuşdu. Onu bərpa etdik və ondan sonra budur. Heç bir küsur kodu yanmır. Bu qədər. Kimdə belə bir problem olsa müraciət edə bilər.